Salam hər kəsə, hər birinizi xoş gördük. Bu videoda Azərbaycan ədəbiyyatının iki böyük şairinin Cəfər Cabbarlının ana şeiri və Cabir Novruzun Mən bizim anaları Günəşlə tən tuturam şeirlərinin təhlilinə baxmış olacağıq. Amma adi təhlil olmayacaq. Mən şeirləri bənd-bənd izah edəcəm. Sonra isə axırda çox maraqlı bir müqayisə edəcəyik. Həm məzmun, həm də forma baxımından. Və inanın, axıra qədər baxanda özünüz də görəcəksiniz ki, bu iki şeirdə ana obrazı necə fərqli, amma eyni qədər güclü verilib. Ona görə də videonu sona qədər izləmənizi tövsiyə edirəm. İndi isə başlayaq. Gördüyünüz kimi sol tərəfdə Cəfər Cabbarlının ana şeiri, sağ tərəfdə isə Cabir Novruzun Mən bizim anaları Günəşlə tən tuturam şeiridir. Oxuyaq, təhlil edək sizə. Əgər bütün bəşəriyyət ədüv-i canım ola, ürək süqut eləməz aldığı mətanətdən, rica-vü xəff və məkan vermərəm gər alimlər, min ildə vəz edələr dəhşət-ü qiyamətdən. Baxın, burada nə deyir? Əgər deyir, bütün bəşəriyyət canıma düşmən ola, bax, ədüv-ü canım ola, canıma düşmən ola, ürək aldığı mətanətdən, ürək aldığı gücdən deyir, neynəməz, süqut eləməz. Sonra nə deyir? Mən deyir, heç bir qorxuya yer vermərəm. Yəni, alimlər qiyamətin dəhşətindən danışsa da, bax, deyir, rica-vü xəff və məkan vermərəm gər alimlər. Alimlər qiyamətin dəhşətindən danışsa da, qorxuya yer vermərəm. Yəni, görürsünüz, lirik qəhrəman necə məğrurdur, mərddir. Sonra baxaq, pələnglər tuta dövrüm çəkinmərəm əsla və ya ki, vəd edələr dövlət-i cahanı mənə. Ki bir kəsə baş əyib iczimi bəyan eləyim, əyilmərəm nə ki yer versələr səmanı mənə. Bütün varı, dövləti, cahanı da deyir, vəd etsələr, bax, dövləti cahanı mənə. Vəd edələr, deyir, yəni güclü qorxulu varlıqlar belə qarşıma çıxsa da, qətiyyən onlardan çəkinmərəm. Yeri, göyü, səmanı versələr də, yenə də əyilmərəm. Sonra, yanımda gər dura cəllad əlində şəmşiri, ölüm gücü ilə mənə hükm edə olum təslim, əyilmərəm yenə haşa, ölüm nədir ki onun gücü ilə xalqa həqranə eyləyim təzim. Baxın, bu hissədə bədii sual işlənibdir. Baxaq, indi burada təhlil nədir? Deyir, əgər yanımda cəllad əlində şəmşiri, bax, əlində yəni qılıncla dayansa və məni ölümlə hədələsə belə, yenə də neynəmərəm, təslim olmaram. Yəni, ölüm nədir ki, deyir onun qarşısında? Bax, ölüm nədir ki, onun gücü ilə xalqa həqranə eyləyim təzim? Yəni, ölüm nədir ki, onun qarşısında mən əyilmərəm? Cahanda yox elə bir qüvvə baş əyim ona mən, fəqət nə güclü, zəif bir vücudu var yahu. Ki, hazıram yıxılıb xaki payına hər gün, öpüm ayağını idz ilə, kimdir o, nədir o? Bax, bu hissədəki kimdir o, nədir o? Bədii sual deyil, uşaqlar. Çünki burada kimdir o, nədir o deyir, növbəti bənddə qayıdıb buna cavab vermiş olur. Ana, ana. Yəni, o sualın cavabıdır. Burada deyəcək ki, bədii sual yoxdur. X-ladım. Görək, dördüncü bənddə nə deyir? Deyir, cahanda yox elə bir qüvvə ki, ona mən baş əyim, ancaq zərif güclü olan deyir, bir vücud varlıq var ki, yəni, mən deyir, hazıram onun ayağını öpüm ayağını idzilə deyir, kimdir o, nədir o? Yəni, acizliyin, baxın, bir dənə acizliyin bu bənddə. Acizliyin deyir. Yəni, yalnız nəyin qarşısında aciz olduğunu deyir, bir tək ana adı qarşısında acizliyin özü vurğulamış olur. Ana, ana, o adın qarşısında bir qul tək, həmişə səcdədə olmaq mənə fəxarətdir. Onun əli ilə bəla bəhrinə yuvarlansam, yenə xəyal edərəm, bəzm istirahətdir. Burada ümumi fikir olaraq nədir? Yəni, əsas fikir ananın müqəddəsliyi, onun sevgisinin hər şeydən üstün olması, övladın anaya sonsuz bağlılığıdır. Ana qarşısında hər cür fədakarlığı qəbul etməyi belə o bir xoşbəxtlik kimi qəbul edir. Yəni, xoşbəxtlik kimi görürsünüz, deyir, onun əli ilə bəla bəhrinə yuvarlansam, ana əlindən deyir, bəla bəhrinə yuvarlansam da, yenə o mənə nədir? Bəzm istirahətdir. Əs ey külək, bağır ey bəhri biyaman, ləpələn, atıl cahana, sənə yıldırım, alış, parla,
Curulda taq səmavi curulda çatıla dağıl. Sön ey günəş, yağışın yağdır, ey bulut, ağla. Baxın, bu bənddə görün neçə yerdə müraciət məsələsi var. Bax, ey külək. Bax, birinci müraciət burada. Sonra ey bəhri biyaman. İkinci burada. Atıl cahana sən ey yıldırım. İldırıma müraciət. Sonra gürulda taq səmavi gürulda çatıla dağıl. Sön ey günəş. Baxın burada. Ey günəş, yağışın yağdır, ey bulut. Üçüncü burada, 4, 5-ci müraciət də burada olmuş olur. Görək indi burada nə deyir? Baxın, burada ümumiyyətcə bu bənddə təbiətin gücünü emosional şəkildə ifadə edir. Yəni, sanki təbiətin bütün ünsürlərini hərəkətə gətirib içindəki o coşqunu göstərmək istəyir. Küləyə baxın, müraciət eləyir, onu əstirməyi, sonra ey bəhri biyaman, dənizin dalğalanmasını istəyir. Sonra ildırım deyir, atıl cahana, səni yıldırım. İldırımın alovlanıb dünyaya yayılmağa çağırır. Sonra göy gürültüsünü da sanki bir güc kimi təsvir edir. Deyir, gürulda taq səmavi gürulda çatıla dağıl. Günəşlə bulut da burada maraqlı bir şəkildə verilibdir. Biri yəni işıq, istilik, o birisi yağış və duyğu anlamında verilibdir. Keçirik növbəti bəndə. Bunlar mənə əsər eylərmi? Mütləqa yox, yox. Burada da baxın, cavabını verir, bədii sual deməyəcəksiniz. Fəqət ana, o müqəddəs adın qabağında, o paç bağrına bassın məni desin layla, təbəssüm oynadaraq titrəyən dodağında. Yəni, bunlar mənə deyir əsərləməz, ancaq ana sevgisinin hər şeydən üstün tutmuş olur. Bütün vücudum əsər, ruhum eyləyər pərvaz, uçar səmalara o aləmi xəyalətdə. Yatar, ölər bədənim, nitqdən düşər bir söz. Ana, ana, sənə mən rahibəm itaətdə. Burada da gördüyünüz kimi şair ananı o qədər uca görür ki, onun qarşısında tam təvazö və sevgi ilə dayanır. Keçid edək növbəti şeirimizin təhlilinə, sonra isə bunları qarşılaşdıraq. Oxşar və fərqli cəhətləri. Cabir Novruzun mən bizim anaları günəşlə tən tuturam. Mən bizim anaları günəşlə tən tuturam. Onlara gül çələngi məhəbbətdən tuturam. Əlvan qövsü quzeydən min cür rəng istəyirəm. Onlara od verirəm ürəyimin odundan, övladların adından, oğulların adından. Əyilməz analara əyilmək istəyirəm. Söz qoşmaq istəyirəm. Gəlin, birinci təhlil edək, sonra keçim növbəti bəndə. Burada baxın nə deyir? Ana adı yəni burada qaldırılır. Ananı neyinir? Günəşə bənzədir. Onlara gül çələngi deyir, neyinirəm? Məhəbbətdən tuturam. Sonra qövs-ü quzeyh burada göy qurşağı mənasındadır. Göy qurşağı deməkdir. Deyir, göy qurşağından min cür rəng istəyirəm. Lirik qəhrəman burada ümləşmiş obrazdır. Ana adından ümumi şəkildə öz əyilməyini ifadə edir. Şeirdə yəni müəyyən bir məqamda da belə deyim, itkisi olan və ya əzab əziyyəti olan analara qarşı lirik qəhrəman sanki münasibəti qabardır. Sonda da baxın, deyir, övladların adından, oğulların adından əyilmək istəyirəm. Söz qoşmaq istəyirəm ən cavan analara, ömrünü bizə verib qocalan analara, bizə laylaları ilə xoş həyat verənlərə, bizə tali bəxş edib bizə ad verənlərə, sonra toyumuzu görəndə 100 il gəncləşənlərə, qadın adlı xilqətə, ana adlı bəşərə, sevgi dolu mahnılar oxumaq istəyirəm. Nə qədər ki, səsim var, oxumaq istəyirəm. Burada nə deyir? Baxın, söz qoşmaq istəyir. Yəni, sevgi dolu mahnılar oxumaq istəyir. Görürsünüz, söz qoşmaq istəyirəm. Sonra laylılarla xoş həyat verənlərə. Yəni, ömrünü bizə verib qocalan analara, laylılarla xoş həyat verənlərə, bizə ad verənlərə, tali bəxş edənlərə. Sonra toy görəndə deyir 100 il gəncləşənlərə, qadın adlı xilqətə, ana adlı bəşərə, ən cavan analara neyiniyir söz qoşmaq istəyir. Üçüncü bənddə nə deyir? Oğulları döyüşdən geri dönməyənləri, fəqət ürəklərində ümid sönməyənləri, bir gecədə saçını ağappaq hörənləri, bir gözü ilə ağlayıb, biri ilə gülənləri, keçmiş qanlı davadan hər gün söz salanları, gəlinsiz olanları, nəvəsiz qalanları, övlad məhəbbəti ilə
isitmək istəyirəm, ürək hərarəti ilə isitmək istəyirəm. Burada nə deyir? İtkiləri olan analara qarşı, baxın bu bənddə itkiləri olan analara qarşı yanaşma var. Keçmiş qanlı davadan deyir, söz salanları, itkisi olanları, bir gecədə yaşadığı şiddətdən neyniyən? Saçın baxın deyir, ağappaq, hörənləri. Yəni burada da şişirtmə var. Bir gözü ilə ağlayıb, biri ilə gülənləri. Buna bənzər məzmun uşaqlar Qaytar ana borcu əsərində də var idi. Orada da ana, belə deyim, müharibənin o çətinlik dönəmində uşağını elə böyüdürdü ki, yəni yarı qarnı ac, yarı qarnı tox bu vəziyyət idi, çətin vəziyyət idi. Burada da deyir, baxın, gəlinsiz olanları, onları nəvəsiz, yəni nəvəsiz qalanları övlad məhəbbəti ilə isitmək istəyirəm. Sonra növbətidə mən bizim analara həyat səsi deyirəm. Bir umman dərinliyi, dağ zirvəsi deyirəm. Hər əzaba tab edən, hər zəhmətə qatlaşan, torpaq ilə döyüşdə tunçlaşan, poladlaşan, qabarlı əlləri ilə bizə şöhrət gətirən, şərəfli ad gətirən, sonsuz hörmət gətirən, o əlləri qızıla tutmaq istəyirəm. Baxın, onlara heykəlini yaratmaq istəyirəm. Burada nə deyir? Anaları görürsünüz, həyat səsi, dağ zirvəsi adlandırır, əzab əziyyət çəkən, yəni əzmkar analardan danışır. Qabarlı əlləri ilə bizə nə deyir? Bax, şöhrət gətirən, şərəfli ad, sonsuz hörmət gətirən, o əlləri neynəmək istəyir? Gördüyünüz kimi qızıla tutmaq istədiyini deyir. Mən bizim anaları günəşlə tən tuturam, onlara gül çələngi məhəbbətdən tuturam, əlvan qövsü qüzehdən min cür rəng istəyirəm, onlara od verirəm ürəyimin odundan, əslimizin adından, nəslimizin adından əyilməz analara əyilmək istəyirəm. Sonuncu bənd gördüyünüz kimi təkrarlanıb birinci bəndlə. Sadəcə fərq nədədir? Birinci bəndin son iki misrasında övladların adından, oğulların adından əyilmək istədiyini deyir. Sonuncu bəndin son iki misrasında isə, baxın, əslimizin, nəslimizin adından əyilməz analara əyilmək istədiyini söylər. İndi gəlin bunları qarşılaşdıraq, görək nə kimi fərqlər var. Deməli, birinci baxası olsaq, formal cəhətdən hər ikisi üçün oxşarlıq. Bunları gəlin yazaq. Formal, oxşarlıq. Formal cəhətdən oxşarlığa nə deyə bilərik? Deyərik ki, hər ikisi lirik növdə tərənnüm əsasında yazılıb. Baxın, lirik növ, tərənnüm. Sonra, növbəti nəyə deyə bilərik? Hər iki şeirdə də, hər iki əsərdə də şeir vahidi nədir? Bənddir. Şeir vahidi bənddir. Sonra, hər iki əsərin adlandırılmasında rədifdən istifadə olunmayıb. Deyəcəyik rədifdən. Rədifdən istifadə olunmayıb. Sonra, hər iki əsərdə adına və ya təxəllüsünə rast gəlmirik. Ad, təxəllüs yoxdur. Sonra, ümumiyyətlə, yəni özünə müraciət də yoxdur. Özünə müraciət də yoxdur. Yəni, mən x-lədim, yoxdur. Sonra, formal cəhətdən bu oxşarlıq oldu. Formal cəhətdən fərqə baxaq. Formal cəhətdən fərqə baxası olsaq, Cəfər Cabbarlının ana şeirində əruz vəznindədir, o müctəz bəhrindədir. Baxın, elə qoy belə yazaq. Bir dəqiqə. Aha. Baxın, burada Cəfər Cabbarlının ana şeiri əruzdadır, müctəz bəhrindədir. Müctəz bəhri. Şeir şəkli görürsünüz, bax, dörtlük gedir hər birində. Şeir şəkli dörtlük. Ancaq burada Cabir Novruzun şeirində isə heca vəznindədir.
Burada şeir şəkli gördüyünüz kimi, baxın, altılıq hissədə var. Sonra baxın, burada 3, 3, 6, 8'lik də var. Yəni burada deyəcək ki, şeir şəkli həm 6, həm də 8'li şeir şəklidir. Yəni şeir şəkli sabit deyil. Bunu nəzərinizdə saxlayın. İndi məzmun cəhətdən oxşarlığa gələsi olsaq, silin bunları. Aha. Məzmun cəhətdən oxşarlığa gəlsək, hər iki əsərdə də ana adının ucalığından danışılır. Ana adının ucalığından danışılır. Sonra növbəti nə deyə bilərik? Hər ikisində də anaların tərənnümü var. Anaların tərənnümü var. Sonra ana ilə bağlı müəyyən təsir edici məqama da yer verilibdir. Hər iki əsərdə Laylanın insan üzərində təsiri məsələsi var. Hər ikisində deməli Laylanın insan üzərində təsiri. Təsiri məsələsi var. Lirik qəhrəmanın istək məsələsi hər iki əsərdə var. Cəfər Cabbarlıda deyilir ki, o mənə Layla deyəndə sakitləşərəm. Digərində isə Cabir Novruzda isə istərdi ki, analara mahnı oxusun, övlad məhəbbəti ilə isitsin, əllərini qızıla tutmaq istərdi. Yəni bunu da deyəcək ki, hər ikisində lirik qəhrəmanın istək məsələsi var. Aha. Sonra biz nəyə baxaq? Deməli, baxın, məzmun baxımından oxşarlığı qeyd etdim. İndi məzmun baxımından gəlin fərqliliyə baxaq. Məzmun fərqi. Aha. Deməli, nələri vurğulaya bilərik burada? Cabir Novruzda, baxın, ananın çəkdiyi zəhmət, yəni əzab əziyyəti görürük. Ancaq Cəfər Cabbarlıda belə bir məqam yox idi. Sonra burada Cabir Novruzda lirik qəhrəmanın özünü müqayisə eləmək məsələsi var ki, hansı ki o burada yoxdur. Ancaq Cəfər Cabbarlıda lirik qəhrəman deyir ki, sənə qarşı bir qul kimiyəm, itaətdə sənə rahibəm. Sonuncu bənddə deyirdi onu. Baxın, gəlin göstərim sizə. Baxın burada. Sonuncuda sənə mən rahibəm itaətdə. Sonra nələri deyə bilərik? Cəfər Cabbarlının ana şeirində burada real olmayan məsələlər, çox şişirdilmiş məqamlara yer verilibdir. Baxın burada. Ancaq Cabir Novruzda real təsirlər, real ümumiləşdirmələr yəni var idi. Burada real olmayan idi Cəfər Cabbarlıda. Ancaq Cabir Novruzda real təsvirlər, ümumiləşdirmələr, yəni real ümumiləşdirmələr idi. Sonra Cəfər Cabbarlıda təbiət hadisələrinə müraciət məsələsi var ki, hansı ki, baxın o göstərdim, ey külək, bəhri biyaman, bu hissədə yəni təbiət hadisələrinə müraciət var, ancaq Cabir Novruzda belə bir müraciət yoxdur. Sonra qorxmazlıq, cəsurluq Cəfər Cabbarlının ana şeirində görürsünüz, yəni qorxmazdı, cəsurdu, bir tək ana adı qarşısında deyirdi, acizəm. Ancaq bu Cabir Novruzda belə bir məqam yoxdur. Yəni ana adı qarşısında acizlik Cəfər Cabbarlıda var, ancaq digərində yoxdur. Sonra anaların adlandırılma məsələsi digərində. Baxın, Cabir Novruzda deyirdi, həyat səsi, dağ zirvəsi. Anaların adlandırma məsələsi deyəcək burada var, ancaq Cəfər Cabbarlıda yoxdur. Sonra nə deyə bilərik? Yaşadığı problemlərdən dolayı, başına gələnlərdən dolayı ananın keçirdiyi hal, ananın yəni təsvirini Cəfər Cabbarlı yox, Cabir Novruzda burada görmüş oluruq. Görürsünüz, bax burada, bax bu hissədə.
yəni müharibə məsələsi buna toxunulmuşdu. Ancaq digərində ananın yaşadığı, Cəfər Cabbarlı isə ananın yaşadığı hər hansı problem yoxdur, belə bir vəziyyəti görmürük. Sonra qruplaşdırma məsələsinə də gəlincə, qruplaşdırmanı harda deyərik var. Cəfər Cabbarlıda qruplaşdırma yoxdur, amma Cabir Novruzda qruplaşdırma məsələsi var. Belə gördüyünüz kimi gəldik videonun sonuna. Bugün birlikdə sizinlə həm Cəfər Cabbarlı, həm də Cabir Novruzun ana şeirlərinə baxdıq, təhlil etdik, müqayisə etdik. Gördüyünüz kimi hər iki şair də ana obrazı çox müqəddəs, uca verilir, amma ifadə tərzi və yanaşma biraz fərqlidir. Əgər video sizlər üçün faydalı oldusa, belə videoları paylaşmağımı tez-tez istəyirsinizsə, bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti videolarda daha maraqlı təhlillərlə görüşəcəyik. Sağ olun, uğurlar hər birinizə.